mən belə demək istəyirəm. Hər qulun cahanda bir pənahı var. Hər əhli halın bir qibləgahı var. Hər kəsin öz eşqi, öz ilahı var. Mənim tanrım gözəllikdir, sevgidir. Gözəl sevimlidir, cəllad olsa da. Sevgi xoşdur, sonu fəryad olsa da. Uğrunda mənliyim bərbad olsa da. Mənim tanrım gözəllikdir, sevgidir. Sevgisiz bir gülşən zindana bənzər. Sevgisiz bir başda əqrəblər gəzər. Hər nə görsəm, hanki bəzm etsəm güzər. Mənim tanrım gözəllikdir, sevgidir. Həb duyduğum gözəllikdir, sevgidir. Şair Dahi Hüseyn Zavid bu misraları yazarkən hansı sevgidən, hansı gözəllikdən bəstə gəlib, mən onu bilmirəm. Amma mən bu misraları sizin sevginizdən, sizin gözəlliyinizdən bəstə gəlib deyirəm. Mən ümid eləyirəm ki, duyğularımın, düşüncələrimi ehtiva edən, ağlımın süzgəcindən süzülüb gələn bu kitab, ərsəyə gələn bu kitab hər birinizin, hər bir oxucunun qəlbinə toxunacaqdır, müsbət istiqamətdə. Əziz dostlarım, hörmətli həkimlər, əzizlərim, hər birinizə xoş gəldin deyirəm. Bu dəyərli vaxtınızı ayırdığınız üçün, mənim bu qiymətli günümə rəng qatdığınız üçün var olasınız, sağ olasınız. Və bir şey də etiraf etmək istəyirəm. Sevgi kainatın ən saf dalğasıdır. İnsanın ruhunu arındırır, qəlbini aram edir. Mən etiraf edirəm, hər birinizi sevirəm. Sağ ol. Sağ ol. Sağ ol. Kitabdan biraz informasiya verəsiniz, insanlar biraz məlumatlansınlar. Mən sevgi haqqında danışdım və elə kitabda da sevgidən söhbət gedir. Yüksək əhval-ruhiyyənin insanın sağlamlığına nə dərəcədə müsbət təsir etdiyindən mən kitabda bəhs etmişəm və bunun din, tip, insan yaradılışı birgə sintezindən, öz baxışımdan, öz uzlaşmamdan ifadə etmişəm. Yəni, indiki dövrdə informasiya boldur, hər yerdə informasiya var. Sadəcə bu informasiyanı uzlaşdırmaq, ona bir baxışdan, onu bir bağlaşdırmaq mən düşünürəm ki, önəmlidir və mən onu etməyə çalışmışam. Sağ ol. Çox sağ ol.